Deməli, bugün spoonful tatlısı edəcəyik. Birinci ortadan əvvəl özümüz qarnımıza yemək yeyəcəyik, sonra tatlı edəcəyik. Ona görə birinci südümüzü qoyaq bişsin. Təbii inək südü, ona görə bişirilməlidir. Neyse, keçək sizə hazırlanışını birbaşa keçirdirəm. Bye bye. Deməli, 4 stəkan südümüzü ölçürük əvvəlcə. Sonra bunu bişirəcəyik təbii ki. Bundan əvvəlki videoda da qeyd etdiyim kimi. Südümüz təbii inək südüdür, ona görə bişirməliyik birinci. Nəsə, o bişdi. Sonra 4 stəkan, deməli 4 stəkan südümüzü əlavə elədik. Üzərinə 1 stəkan şəkər, 2 qaşıq nişasta, 2 qaşıq un olmalı idi. Amma nişastamız yoxdur, 4 qaşıq un, vanilin, 2 yumurtanın sarısını əlavə edib, qəşəng bir çırpdıq. Sonra qazın üstündə biraz çırpırıq. Sonra qazın üstündəki bişmişdi, burada çəkməmişəm. Onu soymağını gözləyəndə kekslərimizi əzirdik və bu əzmə serüveni çox uzundur. Onun üçün başqa bir situasiyalardan danışaq ki, bura biraz keçsin. Demək, bu arada kekin 2 kek almışdım. Biri vişnəli, biri karamelli idi. Gördüyünüz üzrə bu kakaolu da deyil bu arada. Və karamelli qəşəng idi. Sadəcə vişnəli aldığım bayatlamışdı və önümüzdəki biz nə edirik? Burada kakaonun dadına baxırıq. Kakaonun dadı bəyənmədiyimiz üçün əlavə eləmirik. Yoxsa keksimizin içinə kakao atacaqdıq ki, qara görünsün. Hamısı görünüşsün. Bu da kremamızdır. İndi kakaonu biraz da əzirik. Doyunca əzirik. Bütün nifrət etdiyimiz insanların hıncını çıxarırmışcasına dayanmadan əzirik. Sonra buraları niyə kəsmədiyimi bilmədiyim bir situasiyadır. Və kekslərimiz çox olduğu üçün ikinci bir qab da əlavə çıxardırıq. Sonra ona da tökürük. Və bu dəfə digər qabda qalan keksimiz azdır deyə yenidən vişnəli, bayat keksdən də biraz digərini əlavə edirik. Amma o səhnəni kəsmişəm. Çünki çox adı görünürdü, reklam olsun istəmirdim. Sonra uzun serüven, əzmə serüvenindən sonra sonunda kremamıza qaymaq əlavə eləməyə gəlirik və mutfaq becerilərimizin sıfır olduğu üçün qaymağı da pis kəsirik, birinci təkə bilmirik. Sonra bir təhər düzəltməyə çalışırıq. Dayım qızı da hazırda gözləyir ki, mikser istifadə etsin. Amma sağ olsun, imkan vermirəm. Nəsə, uzun uğraşlar sonucu kremamızı hazırlayırıq. Artıq inşallah qutaracaq krema pastı. Hələ də qarışdırıq. Burada kıvamını göstəririk. Ondan sonra pingivinə tökməyə çalışırıq. Burada uzundur. Yəni, hər şey uzun-uzun çəkmişəm. Yəni, cahilə başa salarmışcasına ki, yəni bu videonu əgər ki, bundan əvvəl eləyib, bacara bilməyən varsa bu videodan sonra eləyər. Sonra bu hala gəlir. Sonra uzun bir şokolad kəsmə fastımız var. Maalesef bunu da kəsməmişəm. Bu arada mən bunları 5x-də videoları saxlamışam. Ona rəğmən yəni çox görünür. Sonra benmari üsulu əritməyə çalışırıq. Roşenə dava atacağım. Çünki şokolad o qədər bərbad idi ki, əridəndə çox zay günündə qaldı. Zaten bundan sonraki videolarda görəsiniz nə gündədir. Sağ olun, indi normal videoya keçirsiniz çünki. Bir dənə dayan. Şokoladımızın azizliyinə uğradıq və maksimum belə bir şey alındı. Kenarından göstereyim. İndi bunun üzeri qalıb. Buna da əlimizdə qalan, əlini boşda bir son şokoladımız rəndəliyib üstünə tökəcəyik. Etmə. Ən azından kremamız qəşəngdir. Onu yedim bayaq. Deməli, qalanların əlimlə digər mühallibinin üstünə tökməyə çalışırdım. Amma əlimin istisindən bu əriyirdi. Və sonra qaşıqla dayım qızı davam elədi. Bundan sonra yenə yekun halını görəcəksiniz. Deməli, bu qədərini göstərəcəm. Çünki burada bir yeyinti var. Baxaq görək. Sponsor kimi görünür. Necə saatdır buradadır? Az üstü bəlkə. Hər yeri bəlkə. Necə saatdır buradadır. Şimdi gayet qəşəng olmadı. Qaytardım yerindən görünür. Obisi qəşəng olar inşallah. Obisinə baxaq. Obisinin üstü mərtəbəsi çünki şey deyil. Qapağını çək. Bu daha qəşəngdir. Buralar quruyub. Bismillah. Bu odur. Hə, bu sponsor kimi çox qəşəngdir.
Oldu. Mükemmel.